VSO-lu şirkətlər qrupu və Gələcəyini Qur layihəsi arasında əməkdaşlıq artıq 7-ci ildir ki, uğurla davam edir. Layihə çərçivəsində hər il 10-cu sinifdə təhsil alan əməkdaş övladları seçilərək 2 il müddətində ixtisas üzrə hazırlıq proqramına cəlb olunur. Məqsəd əməkdaş ailələrinin övladlarının gələcəyinə dəstək olmaq, xüsusilə az təminatlı ailələrdən olan əməkdaşların övladlarına əlavə imkan yaratmaqdır. Sizin qədər olmasa da valideynlər və tələbələr qədər, amma sizdən çox az fərqlə çox sevirsiniz. Mən şəxsən öz adıma deyim ki, mən öz xalqımın bir gəncinin təhsil sistemində inkişafını görəndə çox sevinirəm və qürurlanıram və bu Azərbaycanlı olaraq gələcəyimizə inanımız çox artır. Ötən ildən etibarən bu layihə VSO şirkətlər qrupuna daxil olan UBA Marketlər şəbəkəsi tərəfindən də icra olunur. Bu ilki mərhələdə UBA-nın 4 əməkdaş övladı, eyni zamanda da şirkətlər qrupundan kənar olan müraciət əsasında 2 abituriyent layihədə iştirak edib və uğurlu nəticə ilə tələbə adı qazanıb. Qeyd edək ki, yalnız bu il seçilmiş 6 tələbənin təhsilinə şirkət tərəfindən ümumilikdə 30 min manat vəsait ayrılıb. Bu təşəbbüs əməkdaş ailələrinin, eləcə də az təminatlı ailələrin gələcəyinə verilən real dəyərin və UBA marketlərin sosial məsuliyyətə sadiqliyinin bariz nümunəsidir. Layihə çərçivəsində UBA Marketlər şəbəkəsinin idarə heyətinin sədri Natəvan İbrahimova və digər rəhbər şəxslər tələbə adı qazanan gənclərlə və onların valideynləri ilə görüş keçiriblər. Görüş zamanı tələbələrin təhsil yolunu dəstəkləmək məqsədilə hər birinə planşet təqdim edilib. Eləcə də layihəyə uyğun olaraq həm Gələcəyini Qur proqramında iştirak edən, həm də tələbə adı qazanan bütün əməkdaş övladlarına UBA tərəfindən təhsil təqaüdü verilir. Sözü gedən proqrama əsasən 491-dən çox bal toplayan əməkdaş övladlarına hər ay 100 manat, 591 baldan yüksək nəticə göstərənlərə isə hər ay 200 manat təqaüd ayrılır. Daha az bal toplayanlara isə bir dəfəlik təqaüd təqdim edilir. Sonda qeyd edək ki, artıq 108 şagird Gələcəyini Qur layihəsi vasitəsilə VSO şirkətlər qrupundan təhsil dəstəyi alıb. Təşəkkür edirəm. Şərait yaratdığınız üçün Natəvan xanım sizə təşəkkür edirəm. Əziyyəti keçən hər kəsə təşəkkür edirəm.